Salam, hörmətli tamaşaçılar. Məclisi Ünsün növbəti sayında bir daha xoş gördük sizləri. 19-cu əsrin ikinci yarısından sonra Azərbaycanın demək olar ki, hər tərəfində, bütün bölgələrində poetik məclislər yarandı. Qarabağda Məclisi Üns, Məclisi Fəramuşan, Bakıda Məcmə-i Şüəra, Lənkəranda Fəvzül-Səha və ilə axır Şamaxıda Beytüs-Səfa ümumiyyətlə Azərbaycanın hər tərəfində, o cümlədən də Bakının o Məcmə-i Şüəra ədəbi məclisində istedadlı şairlər yetişməyə başladı ki, bunlardan da biri bugün haqqında söhbət açmaq istədiyimiz Həşim bəy Saqibdir. Həşim bəy Saqib 1870-ci ildə Bakının Buzovna kəndində tacir ailəsində, yəni imkanlı bir şəxsin Hacı bəyin ailəsində dünyaya göz açıb. İlk təhsilini uşaqlıqdan atasından öyrənməyə başladı. Çünki Həşim bəy Saqibin atası özü savadlı bir insandı. Demək olar ki, hər tərəfli biliyə malik bir insan idi. Ondan təhsil almağa başladı. Sonralar Kərbəlayı Əzizin evində təşkil olunmuş o mədrəsədə təhsilini davam etdirməyə başladı və az bir müddət içində böyük istedada malik olan, yəni o hafizəyə, söz qavramaq, yadda saxlamaq, dərk, fəhm və ilə axır bu cür xüsusiyyətləri özündə cəm edən Həşim bəy Saqib az bir müddət içində ərəb dilinə, fars dilinə, türk dilinə və bu dillərdə yazılmış ədəbiyyatlara yəni artıq onları bilirdi az bir müddət ərzində və Məcmə-i Şüəra ədəbi məclisinin sayılıb seçilən üzvlərindən biri idi. Məcmə-i Şüəra ədəbi məclisi bərpa olunanda əvvəl ona Məmməd Ağa Cürmü bir müddət rəhbərlik elədi. Bir müddətdən sonra 1915-ci ilə qədər Məşəd Azər o məclisə rəhbərlik elədi və Həşim bəy Saqib kimi bir neçə şairin ustadına çevrildi. Həşim bəy Saqib də onu özünə ustad bilib və şeirlərində yəni dəfələrlə dönə-dönə onun adını həmişə çəkib. Beytlərinin birində deyir ki, çox təəccüb etmə Saqib, mən qəzəl ustadıyam, aləmə fəxr eylərəm, ustad Azərdir mənə. Həşim bəy Saqibin yaradıcılığına diqqət eləyəndə bir neçə xüsusiyyət görürük onda. Əvvəla budur ki, çox irfan və fəlsəfə meyilli bir şairdir. O sadəlikdən, bəsitlikdən qaçan bir şair olub. Həmişə o insanları maarifpərvərliyə, insanları elm dalıcan, elmli olmağa və məhumata uymamağa, xurafatdan uzaq qaçmağa çağıran bir şair olub. Yəni o beytlərdən birini misal göstərə bilərəm. Get insan ol, yapışma daməni mövhumidən Saqib, ədəb kəsbini eylə, elmi irfan istəyənlərdən. Nəinki bilənlərdən, hətta onları istəyənlərdən. Bugün biz bacardığımız qədər Həşim bəy Saqib haqqında məlumat verməyə çalışacaq və kifayət qədər tanınmış ekranlarda görünən Hacı Arif Bizonalıdır, məşhur qəzəlxan şairimizdir bizim. Buyurun, hörmətli qonaqlarımız. Mən salamlayıram tamaşaçılarımızı və çox xoşdur ki, bu verilişə bizi də dəvət eləmişsiniz. Bundan qabaqçı verilişdə Məşəd Azər barədə geniş məlumat aldıq bu veriliş vasitəsilə. Ümumiyyətlə, bu həm eyni dövrə təsadüf etdiyi üçün Həşim bəy Saqib də, Məşəd Azər də, Əbülxalıq Yusif də, Cənnəti də onların yaradıcılığından danışanda istər-istəməz bu və ya digər şəkildə hər birinin yaradıcılığına toxunmalı olursan. Məsəl üçün, Həşim bəy Saqibin yaradıcılığı çox ciddi olaraq həm Əbülxalıq Yusif yaradıcılığı ilə bağlıdır, həm də Məşəd Azər yaradıcılığı ilə bağlıdır. Bu qarşımızda olan kitab ki, biz istifadə edirik
bu günə Haşim bəy Saqib haqqında, onun yaradıcılığı haqqında ən mükəmməl mənbədir, onun divanıdır. Təbii ki, onun əsas işini Hacı Mustafa Mailoğlu görüb. Deməli, Mustafa ilə işləyəndə də, o tərtib eləyəndə də, sonradan özüm də diqqət eləyəndə bəzi nüanslar nəzərdən qaçmadı. Əvvəla budur ki, mən orada bir Məşədi Azər sərtliyini gördüm. Amma eyni zamanda o ötkəmliyi, o sərtliyi bir Yusif şirinliyi ilə, Yusif yumşaqlığı ilə deməyi də gördüm. Yəni, elə bil ki, o dövrdə baxmayaraq ki, həm yaşlılar Azərlə Saqib. Görün, Azərin nə qədər təsiri olub ki, Haşim bəy Saqib üzərində. Onu ustadı kimi qəbul edib, bayaqları Hacı qeyd elədi. Maraqlıdır ki, Azər də öz şeirlərində Saqib elə bu cür yanaşıb. Yəni, eyni dövrün adamları olduqlarına görə bəlkə, eyni məclisin adamları olduğuna görə, həm yaş olduqlarına görə bir-birinə həm əqidə hörmətlə yanaşıblar. O hörməti qorumağa çalışıblar təbii ki, amma təsirin özü də hiss olunur. Yəni, bir ədəbiyyatçı nəzəri ilə baxsan, bir şair nəzəri ilə baxanda, təbii ki, adi oxucu üçün bəlkə bir o qədər maraqlı olmaz, amma ədəbiyyatçı nəzəri ilə baxanda o təsirlər hiss olunur. Birinci təsir isə təbii ki, o bütün o dövr ədəbiyyatının üzərində Füzulinin təsiridir. Başdan ayağa bu kitabı varaqla, mən indi burada bir yerində təxmini qeydlər var. Birini misal çəkəcəm. Aşiyanı mürğidil zülfi pərişanındadır. Harda olsam ey pəri, könlüm sənin yanındadır. Bəli, bu Füzulinin bu mətləli qəzəlinə bilmirəm nə üçün mənim könlüm sənin yanındadır. Səndən heç ayrılmayır, peyvəstə fərmanındadır. Hardadır sət parə könlüm, sorma məndən, əl götür. Sən gidil, hər parəsi bir tir müjganındadır. Yəni, o Füzuli beytlərini gözümüzün qabağını götürsək, indi onu qarşılaşdırsaq, görərik ki, qidalanma birbaşa Füzulidəndir. Və bu da təbiidir, çünki o dövrün... Nə yaxşı ki, oradan qidalanır. Bəli, və o dövrün şairləri də istər Yusifi, istər Cənnətisi, o dövr. Ümumiyyətlə, onların hamısında o Füzulinin təsiri var. Deməli, Hacı çox gözəl başladı ki, ədəbi məclislər Azərbaycanda fəaliyyət göstərirdi. Və fikir verək, bu ədəbi məclislər 19-cu əsrin ikinci yarısından fəaliyyətə başladı. Təqribən 20-ci əsrin 20-ci illərinə qədər davam etdi. Nə idi bu ədəbi məclislərin meydana gətirən səbəblər? Mənə gəlir ki, bu ədəbi məclisləri meydana gətirən səbəblər o idi ki, artıq Azərbaycan ictimai-siyasi mühiti yeni bir formasiya ilə, yeni bir cəmiyyətlə qarşılaşırdı. Və bu yeni bir cəmiyyətlə qarşılaşanda yeni mənəvi və iqtisadi və siyasi dəyərlər gəlirdi Azərbaycana. O cümlədən də Azərbaycan ədəbiyyatına təsir edirdi. Bu məclislərin fəaliyyət göstərməyi bir növ həmin o Füzulidən gələn ənənələri, Şərq ədəbiyyatından gələn irfani məsələləri, Şərq ədəbiyyatından gələn sənətkarlıq xüsusiyyətlərini, həmin ab-havanı, mənəviyyatı qorumaq məqsədi daşıyırdı və bir növ o yad ünsürlərə qarşı bir növ bunlarda bir necə deyirlər, müqavimət hərəkatı idi. Və bu məsələlər idi ki, həmin bu bizim bu cür gözəl şairlərimizin və ziyalılarımızın sayəsində həmin ənənələr qırılmadı və sonunda görürük ki, Sovet dövründə də olsa Vahid kimi bir gözəl şair ortaya çıxdı və ondan sonra tutaq ki, Süleyman Rüstəmlər yarandı. Həmin bu ənənələrin qorunmasında, həmin bu ənənələrin davam eləməsində həmin məclislərin və həmin məclislərdə Haşim bəy Saqib kimi şairlərin rolu, əhəmiyyəti olduqca böyükdür. Məcmə-i Şüəranın təqribən, əgər səhv eləmirəmsə, 4 şairinə biz veriliş həsr eləmişik. Bunlardan biri Səməd Mənsur, biri Məşədi Azər, biri Əli Vahid və bu gün də Haşim bəy Saqibin yaradıcılığına biz müraciət edirik ki, bunlar Bakı ədəbi mühitinin, Məcmə-i Şüəranın getirdiyi şairlər idi və həqiqətən də biz baxanda görürük ki, 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində bütün bu məclislərin, ədəbi məclislərin yükünü Bakı
daha çox öz üzərinə götürür. Və biz elə Haşim bəy Saqibin yarazında görürük ki, o mərhum Mirzə Fərəzin vəfatına aid onun bir şeiri var orada, böyük bir həzmli şeiri var orada. O şeirdə necə qiymətləndirir Bakı ədəbi mühitini, Bakı mühitini, buzovna mühitini ki, həmin mühitdən Haşim bəy Saqib çıxıb. Və mən deyərdim ki, üslub baxımından Haşim bəy Saqib öz necə deyirlər, həm yaşıtlarından, həm məclis üzvlərindən fərqlənir. Nədir onu fərqləndirən cəhətlər? Fərqləndirən cəhətlərdən biri odur ki, Haşim bəy Saqibin yaradıcılığında bir qədər bir sadəlik var və bu sadəliyin içində məsələn o gözəl obrazlar, bərcəstə beytlər deməyə can atıb. Məsələn, biz görürük ki, mən də şeir kimi demək istəmirəm, sadəcə o məzmununu demək istəyirəm. Deyir ki, Peyğəmbər salavatullah nübüvvətdə xatəmdir, sonuncu peyğəmbərdir. Sən də gözəllikdə sonuncu gözəlsən. Yaxud belə müqayisəni demək olar ki, biz qabaqçı şairlərin yaradıcılığında rast gəlməmişik. Sonra Hacı baxırıb görürük ki, Haşim bəy Saqibin qəzəlləri adətən əksəriyyəti 9 beytdən ibarətdir. Eyni bir qafiyəyə bir neçə qəzəl yazmaq Hacı. Bu məsələdə Saqib yaradıcılığında özünü çox bariz şəkildə göstərir. Bu dediyim xüsusiyyətlər Haşim bəy Saqibin məhz özünə məxsus yaradıcılığı yolu olduğunu göstərir, onun üslubunu xüsusiləşdirir və öz necə deyək, həm yaşıtları, öz dövrünün şairləri içində seçilməsinə səbəb olur. Meyxana, saqi, sağər, şərab, dilbər və ilə axır, yəni bu cür rəmzilər ki var. Haşim bəy Saqib də özündən sonra bu rəmzlərlə dolu, geniş, yəni bir divan qoyub gedib özündən sonra. Yəni bu kitab, bu Hacı Arif bəy qeyd edir, amma mən bir daha təkrar etmək istəyirəm ki, Hacı Mustafa Mailoğlu'nun böyük zəhmətləri yəni hesabına bu gəldi, ərsəyə çıxdı bu kitab. Burada Haşim bəy Saqibin 591 qəzəli, 30 nohəsi və 100-ə qədər müxtəlif formalı və məzmunlu şeirləri toplanıb. Yəni onu əlinə qələm alan bilir ki, bir şeir ərsəyə gəlib çıxana qədər, bir şeir forması alana qədər hansı vəziyyətlərə düşür insan, hansı əziyyətləri çəkir. Üstə gəl bir gözəl şeir çıxartasan araya, üstə gəl divan çıxartasan məlikəyə. Bir var ki, şeir yazmışıq, sonra onu düzəldib adını divan qoyuruq. Bir də var ki, şair özü çalışır ki, divan yaratsın. Bir var ki, bir keç sözünü rədif edib, deyib. Bir də var ki, onları qafiyələndirib, qaç, saç və ilə axır, yəni bu cür sözlərlə hətta şeir deyib. Belə bir beyti var onun, meyxanələrdə içməsə mey kim əyaq ilən, meyxanəyə girəndə vurarlar ayaq ilən. Ayaq biri qədəh piyalə mənasında, bir də ayaq mənasında. Bir məsələ də var ki, Azərbaycanda həmən o 19-cu əsrin ikinci yarısından sonra 20-ci əsrin əvvəllərinə qədər ki, o poetik məclislər ki var idi, orada çox şairlər yetişib. Yəni, onları mən dəfələrlə demişəm, birdən onların adlarını hələ siyahiyə alsam bir kitab eləyər. Ona görə də yəni, biz arzulayırıq ki, tək Haşim bəy Saqibin yox, yəni bütün o bu günləri geniş oxucu kütləsinə tanınmayan şairlərimiz ki var, hansı ki doğrudan da şairdirlər. Onların da kitabları işıq üzü görsün, onları da xalqımız tanısın. Və ya Hacı Soltan o Ağadadaş Münirinin adını çəkdi. Ağadadaş Müniri elə şirin qələmi olan bir şairdir ki, o Füzulinin Pəmbəyi Dağıcının İçrə Nihandır Vədənim o qəzəlinə hardasa 50-yə yaxın təxmis deyilib. O təxmislərdən biri də Ağadadaş Münirinindir. Mənim o məktəb beyti yadımdadır. Deyir ki, gir müniri çəmənə, seyr elə ruyin yarın. Güldən al şövq ilə bülbül kimi buyin yarın. Versələr aləmi verməm sənə muyin yarın. Edəmən tərki Füzuli sərikuyin yarın. Vətənimdir, 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 vətənimdir. Gülşən də oldu sərikul. Hə, yəni çox gözəl bağlayıb, çox gözəl də deyib. Yəni bu cür şairlərimiz yəni təqdimatına, yəni onun geniş oxucu kütləsinə çatdırmağa şairlərimiz Azərbaycanda çoxdur. Haşim bəy Saqib varlı bir ailədə, bəy ailəsində dünyaya gəlmişdi və zamanəsi elə bir dövrə düşdü ki, o bütün o çaxnaşmalar dövrü, quruluşların değişən dövrü,
Azərbaycanda, əlxüsus Bakıda çox qaçışıq bir zaman təsadüf eləyir, onun o yaradıcılığın da inkişaf dövrü. Müəyyən bir satirik xətt üzrə başlayır inkişaf eləməyə. Elə bil ki, 1920-ci ildən sonraki o 11 il ərzində ki, dünyada yaşayır, o 11 ildəki şeirləri elə belə o silahsız gözlə də hiss olunur ki, nisbətən kinayə ilə müşahidə olunur, müşahidə olunur, nisbətən bir sarkazm var onun o beytlərində. Amma o ahıllaşdıqca da, yaşlandıqca da, təbii ki, elə bir böyük bir ömür də yaşamadı. Yəni, orta yaşlarında. 61 il ömrü. 61 il. Amma o dövründə artıq şeirlərində də həm o məzmun dəyişir, ideya dəyişir. fikirlər də başladı dəyişməyə. Artıq insana baxışı, məsələn, bayaq qeyd olundu, əslində hər cür baxsaq, bir ad qoya bilərik ki, Haşim bəy Saqib irfani şairdir. Məhəmməd Füzulinin məşhur qəzəlindən bir beyti Bülbül-i qəmzədəyəm, bağı baharım sənsən, dəhən-i qəttürüxün, qönçə-vü sərvü səmənim. Bir misranın içərisində, ikinci misrasında beytin, təşbihləri deməli, obraza 3 təşbih verir, ardıcıl olaraq. Dəhən, qət, rüx, sər, çəmən, dəhən-i qəttürüxün, qönçə, sərvü səmən. Səmən. Yəni Yasəmən. Üzə bənzədir Yasəmənə, qəddi bənzədir Sərvə, ağzı da bənzədir Qönçəyə. Yəni bir misranın içərisində eləyir. Buna görə Füzulidir. İndi bir dənə də başqa şey var onun içində axı. Birinci misrasında da 2 nəfərdən söhbət gedir. Bülbüllə insandan. Sərv, Qönçə, səmən bülbülə aiddir, dəhən, ağız, üz və qəddi-qamət insana aiddir. Bəli, tamamilə doğru. O da var burada. Bu da qəm vurmuş bülbüldür. Həmin o obrazları biraz fərqli formasında da olsa, yəni artıq 2 misrada işlədir Saqib. Vəh nə xalü, nə siyah zülf, nə əbruyi kamandır, birisi danə, biri dam, biri afət-i candır. Yəni o, burada şeir, şairlik qüdrətindən də söz getsə, təbii ki, Füzuli seçildi Saqibdən. Amma Saqib də o yolla gəldiyi üçün, oradan qidalandığı üçün, elə bir burada gəldi, oldu o məktəbin üzvü. Məsəl üçün, Azər, bu zonalı Məşədə Azər 51-ci ilə qədər yaşayıb və repressiya qurbanı da olmayıb. Nə üçün? Çünki daha dərin və daha bağlı fikir yazırdı Azər. Azər də müəyyən çox çətinliklərin üzbəüz qalıb və kimlərin ustadı olub. O adamların ki, ustadı olub, onların özlərini repressiya ediblər. Amma gəlib axırda şeiri də var. Göyər tekmə ilə dolanılan falan. Amma ondan da həm də bu Azər Məşədə Azər bunun kimi fəaliyyət göstərir. Bu ki imkanlı olub, silah alıb, orduya kömək edib, Azərbaycanın müdafiəsi. Bunlardan başqa şeirlərinə görə də birdən yəni 31-dən məsəl üçün 51-ə qədər, Azərə qədər yaşasaydı Saqib, yəqin ki 37-ci ildə repressiyaya qurbanlarından biri olacaq. Səməd Mənsurun Rəngidir şeirinə 2 dənə Rəngidir cavabı var. Məsələn, nədir? Mənəvi millətcə gördüm ləlidə, yaqutuda, biqərəz insan fəqət görmək olur tabutuda, elədirmi? Biqərəz insan olur görmək, fəqət tabutuda. İndi görün bu, məsələn, o bir beytini demək istəyirəm Rəngidir şeirindən, deyir ki, biqərəz insan demiş birisi olur tabutuda, səhvidir tabutu meyyid, qəbr-ü üqba rəngidir. Yəni bu, hətta Səməd Mənsurun dediyinin də əksinə deyir, onların özü də rəngidir. Özü öz boynunu da alır ki, özünü də məzəmmət edir. Sağba, imanə gəl biganəlikdən əl götür. Ağlığı yığ başıva, divanəlikdən əl götür. Qab qəflətdən ayıl, məstanəlikdən əl götür. Yəni bu cür, əlbəttə ki, təbii ki, bu cür ictimai-siyasi motivlərə yer verən öz yaradıcılığında bir şair təqib olunacaqdır və Sovet dövlətinin ilk illərində qəbul olmayacaqdır. Bir şeyi də qeyd etmək lazımdır ki, indi yaddan çıxır. İndi elə adam var ki, tamamilə bu Haşim bəy Saqibi bütün nəsilini, ağrabasını tanımır axı. Yəni bir şeyi qeyd etmək lazımdır ki, Haşim bəy Saqib bizim səhnəmizin böyük aktrisası, səhnəmizin ögey anası, səhnəmizin o Əmirxanda Aygündur, Aygünü və ilaxı, yəni Nəcibə Məlikovanın atasıdır. Sağ olsunlar xanəndələrimiz bu qəzəlləri oxuyurlar. O qəzəllərin
dinlədikcə yəqin tamaşaçılar üçün maraqlı olar. Ümumiyyətlə, hər hansı bir bu kitabda qəzəli götürsən, onun içərisində bir xətlə də olsa, mütləq meyxanə, məstanə və s. kəlmələr keçir. Dəri meyxanədə neydil, tələbi məğfirət eylə, vermə əldən dəxi meyxanəni kim, darüləmandır. Burada meyxana sözü işlənib, iki yerdə işlənir, bir misrada 2 dəfə. Birdən elə təsəvvür yaranar ki, meyxana içkixanadır, harada içki içilir, elə bir yerdir ki, orada oturub ancaq şərab içirlər. Yəni, elə bir təsəvvür yaranar. Amma diqqət eləyəndə görürsən, nə istəyir? Deyir, meyxana qapısından get, bağışlanmaq istə, bağışlanmaq tələb elə. Hansı bir içkixana yerindən və yaxud içki ilə ümumiyyətlə bağlı olan yerdən gedib bağışlanmaq istəmək olar ki? Yəni, zahiri mənasında hətta. Sonra deyir, vermə əldən dəxi meyxanəni kim? Darüləmandır. Yəni, bizim təbirimizdə desək, bir əmanətdar bir yerdir, sakit bir yerdir. Harada ki, insan rahat ola bilər, rahat bir yerdir. Hansı o məclis ki, hansı bir xanə ki, orada içki olardı, sakitlik olar, əksinə orada səs götürər başına aləmi. Burada meyxanə deyəndə əslində ruhani məclislər nəzərdə tutulur. Sırf irfani söhbətdir və bu da nahaqdan deyil, çünki buzovna ədəbi mühit kimi formalaşmışdır. Artıq Məşədi Azərin evində, yəqin Hacı bayaq qısa-qısa o başlıqları dedi, bəlkə bizim şərait yaratdı ki, bir mövzunu genişləndirir. Buzovnada Məşədi Azərin evində də məclislər keçirilib. Hətta gizli şəkildə də bir müddət orada məxfi şəkildə yığışıblar o məclislərdə. Və o məclislərdə Məhəmməd İsmail Asi, Ağasəlim Fədai, Məşədi Azər o başda olmaqla, Haşim bəy Saqib, Qüdrət Əli Qüdrət, İsmail Amil, Hacdadaş Qayib, yəni bu sırf buzovna mühitidir. Və mən yadıma gəlir, tədqiqatçımız var bizim görkəmli Sona Xəyal. O bir dəfə bir məlumat verdi mənə Bakı şairlərini araşdırarkən. Dedi ki, çox maraqlı bir faktdır ki, Bakı şairlər, məsələn Zabrat, Hövsan və s. qəsəbələrindən, Bakı ətrafı kəndlərdən olan şairlərin hamısının Babai Əmirdə, Şərqi Rusda, Kaspidə, digər o dərgi və qəzetlərdə, mətbuatda şeirləri yazılanda arxasında, adlarının altında Bakı yazılırdı. Amma çox maraqlıdır ki, Məşədi Azərdə, məsələn, buzovna yazılırdı. Yəni, artıq o dövrdə buzovna bir ədəbi mühit kimi formalaşmışdı. Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikail Müşfiq, yəni artıq o Bakı mühitində, hətta başqa janrlarda, vəzinlərdə şeir yazan şairlər də, fəlsəfə ilə məşğul olan alimlər də, din adamları da o məclislərə gələrdilər və Saqib də məncə bu ədəbi mühitin parlaq nümayəndələri. Amma bir-iki məqama toxunmaq istəyirəm. Hacı və o irfani məsələlərdən dedi. Meyxana sözü, yəni irfanda, salikdə əmələ gəlmiş ilahi nurun, ilahi zövqün, yəni ilk mənbəsidir. Oradan meyxanadan çıxmasa o gedib çata bilməyəcək. Puxtələşəndən sonra artıq ona meyxana lazımdır. Meyxana rəhmət qapısının ibtidasıdır. Bu bir tərəfi. Digər bir tərəfdən də yəni irfanda belə bir klassik ədəbiyyatda ümumiyyətlə məsələlər var. Məsələn, qaşın mehraba bənzədilməsi və yaxud mehrabın qaşa bənzədilməsi, qaşın mehrabdan daha üstün olması, mehrab qaşın tağına əgər bənzəməsəydi, zahid bu qədər məscidə getməzdi namaza. Əvvəla budur ki, qaş hərəkətdədir, mehrab yox. Mehrab bir daşdan düzəlmə şeydir, onun hərəkəti yoxdur. Amma qaş ondan əfsəldir ona görə ki, hərəkətdədir. Bu, bunun zahiri mənasıdır. Yəni, qaş kəramət sahibidir. İnsan qaşı ilə işarə edə bilir də, yəni qarşısındakı başa düşür ki, bu nə demək istəyir. Digər tərəfdən də yəni irfanda qaş Vəhdət sarayının mehrabına işarədir. Vəhdət sarayının mehrabı əlbəttə ki, məscid mehrabından əlbəttə üstün olar, əlbəttə yuxarıda yanar. Saqib də belə bir beyt deyir ki, daşa qılma səcdəni. Daş əslində, məsələn, mehrabı üst tutub səcdə eləməyə, bir növ, yəni ariflərin nəzərində Allaha yox, daşa səcdə eləməkdir. İrfanda ariflərin nəzərində. Daşa qılma səcdəni, əbru-i yarə səcdə qıl. Eyləyir izhar-ı nifrət, hər zaman Quran sana. Quran nə istəyir? Həqiqi, yəni xüzuqşu ilə qılınan ibadət istəyir də. Amma sən ibadət edirsən daşa. Sadəcə olaraq namazda qiyama duranda bilir hara durub. Sonra onun nəzərində nə mehrab, nə... Zahir yaddan çıxır. Zahir tamamilə yaddan çıxmalıdır. Ona görə də orada artıq nəzərdə
qaşın yarın hilalındadır, yarın qaşınadır ibadət. Yəni Vəhdət sarayının mehrabınadır artıq orada ibadət, səcdə. Söhbətimizin yekununda bir qəzəlindən onun bir 5-6 beytini istəyirdim deyim. Özünə məxsus Həşim bəy Saqibdə rədif seçmə qabiliyyəti də var. Elə rədiflər var ki, ancaq onun özünə məxsusdur. Mənə məsələ şəxsən rast gəlməyib ki, hansısa bir şair o rədifdə bir şeir deyib. Səri zülfün kimi könlüm pərişan olsa qoy olsun, xəta yığınağı bir məmurə viran olsa qoy olsun. Dedim əl çəkmədi, mən neyləyim ey sərv azadım, sənin eşqində deyil, rüsvayı dövran olsa qoy olsun. Tamaşa etməyə qoy xəlqi bu zülf içrə gizlətmə, cəmalın əksinə aləmlər heyran olsa qoy olsun. Fəqihi məsti gördüm mey içib meyxanə küncündə, atıb səccadəni kafər müsəlman olsa qoy olsun. İnanma zərrəcə gərdişinə bu çərxi bədmehrin, onun rəftarı ilə bağrımız qan olsa qoy olsun. Vəfa bir zərrə yoxdur saqiba bu sərvi qamətdə, rəqibin bəzminə şəm-i şəbistan olsa qoy olsun. Gözəl, gözəl. Belə hörmətli tamaşaçılar, bunların hamı haqqında, yəni ürək dolusu danışmağa həvəsimiz də var, ixtiyarımız da var, sözümüz də var. Bir şeyimiz yoxdur ki, o da vaxtdır ki, o geniş, yəni vaxtımız, böyük vaxtımız, əhatəli vaxtımız yoxdur. Bu baxımdan bugünkü verilişimizin də vaxtı sona yetir. Hörmətli tamaşaçılar, diqqətinizə görə çox sağ olun. Hələlik məclisimiz burada yekuna yetir. Sağ olun, gələn görüşlərə qədər.